Daha kimin sözü var? Buyurun görək. Buyurun. Biz də Darçınlıdanıq, qadan ürəyimə gəlsin. Rəşid bəy anadan əmdiyimizin hamısını burnumuzdan tökür. Deyir ki, bazar ertəsinəcən borcunuzu verməsəz, bütün mal-qaranı alıb qatacağım öz naxırıma. Bizim nəyimiz var ki, borcu qaytaraq? Özün bilirsən ki, bütün taxıl tələf oldu, getdi. Yaxşı. Sabah gərək onunla danışaq. Ürəyini buz kimi saxla, kişi. Şadıllıdan burada kim var? Kimin mal-qarası qara yaradan tələf olub? Bizim ağırnalım, bizim. Qasım, Məcid bəyin 12 camışını verərsən bunlara. Yaxşı. Heyvana yaxşı qulluq eləmək lazımdır. Buna bək köpək oğlu neynəsin? Paşa, cəmaatı yola salın. Gedək. Arabanı qoy. Allah səni bizə çox görməsin, ay bana. Yaxşı, yaxşı, ayam. Mehmet! Döyüş gəlib. Nə? Uşaqlar görüblər onu ballı qayada. Günaydın göğüş kişi. Hər vaxtın xeyir, Mehmet. Axtarmısan mənə deyirlər, xeyir olar. Xeyir olmamış nə olacaq ki? Bütün Gəncə basar səndən danışır. Eşitdim başına 2000 manat qiymət qoyublar. Varlığa nə darlıq? Pulları var ki qoyublar da. Deyirəm bəlkə bizim karvansarıya buyurasan. Xanım da yoldan gəlib, biraz dincələr. Borsunlu Səməndərin qızıdır. Keçən həftə Amalı bəy qanına qaltan elədi yazılı. Qəbri nurla da olsun, yaxşı kişi idi. Mənə nə sözün vardı, Mehmet? Qulağım səndədir. Atüstü söhbət deyil, göğüş kişi. Gecdir. Şər qarşına da gərək mən görən boyda olam. Elə burada danışsaq yaxşı olar.